Salam, hörmətli YouTube və TikTok izləyiciləri, sizləri yenidən xoş gördük. Bura Gəncə şəhərdir. Gəncə şəhərində növçülər kimi tanıdığımız bir ərazidə, yəni Skona yaxın bir ərazi. Bundan başqa keçmiş Əkbər marketinə hal-hazırda deməli Al marketə yaxın bir ərazidə bax bir zal 3 otaq olan bax belə bir həyət evi kirayə verilir. Hal-hazırda mən sizə deməli zalını göstərirəm. Bax, zalında olan əşyalar bunlardır. Hansı əşyalar görürsünüz? Elektro oborudovaniya, onların hamısı işlək vəziyyətdədir. İnternet xətti mütləq çəkiləcək, yəni buna mən söz verirəm. İndi qarşıda gördüyünüz televizor deməli YouTube ilə işləyir. Yenidən mən zalında olan əşyalar sizə göstərirəm. Heydər Əliyev prospektinə yerləşən Kapital Bankın arxası demək mümkündür. Bundan başqa Azərbaycan Dövlət Universitetinin 3-cü korpusuna yaxın bir ərazidir. İndi isə 2-ci otaqda olan əşyaları sizə göstərirəm. Pərdələri var, hal-hazırda asılmayıb. İransk peçini görmək mümkündür. Bildiyiniz kimi həmin Heydər Əliyev prospektindən deməli bax bu həyət evinə qədər olan məsafə maksimum 200 metrdir. Bu maksimum sözüdür. 200 olar belə. Kapital Bankın yanından gəldikdə təxminən 200 metr məsafədə yerləşir. Həmin prospektdən bildiyiniz kimi bir neçə ədəd marşrutlar keçir. Ancaq bu tərəfdən deməli Al marketin qarşısından isə 19 nömrəli marşrut işləyir. Bağışlayın, üzr istəyirəm. Deməli bax bu otaqda olan hal-hazırda siz kravatları görürsünüz. Bu hal-hazırda belədir. Yəni hər bir insan üçün belə dəyişmək mümkündür. Yəni kimə necə məsləhət olar, onu edə bilərlər. Yenidən təkrar edirəm, pərdələri var. Bax belə bir zal 3 otağın qiyməti 400 manatdır. Ancaq təkrar edirəm bu sözü yenidən, qiymətində mütləq razılaşma olmalıdır. İndi isə 3-cü otağa keçirəm. 3-cü otaqda bax gördüyünüz kimi bu əşyalardır hal-hazırda. Xaladilnik, deməli plissoz. Eyni zamanda bax 3-cü otağı göstərirəm. Qab-qacaq hal-hazırda yoxdur, ancaq olmalıdır. Bir neçə ədəd. İndi isə mətbəxini görmək mümkündür. Bax bu işləyir. Deməli paltaryon maşını gördüyünüz kimi işlək vəziyyətdədir. İndi isə mən deməli mini bağçasına çıxıram. Bax burada deməli gördüyünüz kimi su bakıdır. İstilik sistemi qarşıda görmək mümkündür. Bax deməli pitiminotkadır, elektronludur. Yenidən mini bağçasını sizə göstərirəm. Dediyim kimi qiyməti 400 manatdır. Qiymətində bir balaca yox, razılaşma olmalıdır. Yəni konkretni ailə üçün. İndi isə deməli qarajına bir də ki deməli hamamını sizə göstərəcəm. Yenidən otaqların necə yerləşməsini sizə göstərdim. Çox yaxınlıqda, yəni bax bu istiqamətdə 19 nömrəli avtobus keçir. Küçənin adı yadımdan çıxdı. Deməli Rüzgar küçəsi olmalıdır. Bax belə bir küçə olmalıdır. Yəni Al marketin qarşısından. Eyni zamanda 5 nömrəli orta məktəb yerləşir bu istiqamətdə. Bu istiqamətdə Heydər Əliyev prospektidir. Yəni bildiyiniz təxminən hansı yerdə yerləşməni. Bu istiqamətdə isə deməli 34 nömrəli orta məktəb. Bu istiqamətdə deməli 43 nömrəli orta məktəb yerləşir. İndi isə bağçasına çıxıram. Bax belə bir bağçasına yox, qapıdan deməli bir balaca bağışlayın. Deməli qaraj tərəfə. Maşın saxlanılan yer qaraj tərəfə. Burası hamamıdır. Gördüyünüz kimi hər bir yenə təkrar edirəm. Hər bir əşyalar deməli işlək vəziyyətdədir. Yaxın günlərdə dəyişdirilib. İndi isə qapıdan giriş hissəsini görürsünüz. Qiymətin 400 manatdır. Ancaq təkrar edirəm, qiymətində mütləq razılaşma olmalıdır. Burası isə qarajıdır maşın üçün. Bax qarajını mən sizə göstərdim. Yenidən deməli qapıdan giriş hissəsini göstərirəm. Bax belə sizlərə uğurlar.